Esselamu Aleyküm ve Rahmetullah Barakat değerli izleyiciler. Elhamdülillah sizleri hoş gördük. Değerli izleyiciler, bugünkü videoda toyuların daha çok ve müntəzəm yumurtası üçün düzgün işıq rejiminden danışacağım. Eğer toyularınız az yumurtlayırsa belki de sebep işığın az olmağındandır. Toyuqların yumurtası gün ışığı ile çox əlaqədardır. Onların orqanizmi gündəlik işıq müddətinə həssasdır. Qısa günlərdə, yəni payız və qış aylarında işıq azaldıqda yumurta sayı da dəyərli izləyicilər azalır. Ona görə də bu dövrlərdə süni işıqlıqdan istifadə etmək vacibdir. Ən ideal işıq rejimi dəyərli izləyicilər gündə 15-16 saat işıq saxlamadır. Əgər sizin hininiz, toyuqlarınızın yeri qısadırsa, yəni balacadırsa, məsələn mənim bu toyuqlarımın hini dəyərli izləyicilər 9 kvadratdır. 9 kvadrat hinə bir dənə lent işıq kifayət edir. O da olmalı 12-15 kilovatlıq. Dəyərli izləyicilər, əgər sizin toyuqlarınızın hini böyüdürsə, siz özünüz təmizləməlisiniz. Böyle 2 və 3, 4 lampa istifadə etməlisiniz. Lampa 2 metr hündürlükdə olmalıdır. Toyuqlarının başının üstündə və sarı olmalıdır dəyərli izləyicilər. Yanlarda lampiçkanı vurma olmalı tövlən yan. Çünki yanda olanda kölgə düşür o birisi toyuqların üstünə. Dəyərli izləyicilər, ən ideal səhər 5-də yandırırsınız, akşam 9'da söndürürsünüz. Bu da inşallah eli 16 saat. Mən şəxsən altın yarısı yandırıram, akşam 9'da söndürürəm. Deməli, dəyərli izləyicilər, 10 gündən bir də lampiçkanın üstünü silmək lazımdır ki, dəyərli izləyicilər, işıqdan da əlavə bonaslı yem və soyuq havalarda içərini qızdırmaq lazımdır. Dəyərli izləyicilər, 10 gündən bir də dedim ki, lampiçkalar silin ki, üstü toz olmasın. Bax, belə dəyərli izləyicilər. İnşallah, güman edirəm, mənim çəkdiyim video, sizinlə paylaşdığım video sizin təsərrüfat üçün faydalı olar. Dəyərli izləyicilər, abunə olmayanlar abunə olsunlar. İnşallah bəyənin, şərh yazın, mənə dəstək olun. Sizin dəstəyiniz mənim videolarımın daha çox cəmaatın baxışına səbəb olacaq. Allah'a emanet olun. Esselamu Aleyküm ve Rahmetullah Barakatuhu.